Qız birinci National Final'da seçilib. Daha sonra qız üçün ayrıca National Final olub. 3 dənə mahnı içindən. Bu mahnı 3 dənə mahnı içindən seçilib. Dara Bangaranga. Bangaranga. Salam Məlisan Festival Azərbaycan izləyiciləri. Bu gün biz Bulqaristan Avroviziya 2026 mahnısına reaksiya videosu çəkirik. Yanımda isə yenə Murad Mustafazadə var. Salam hamıya. Bu il Bulqaristanı Dara Bangaranga mahnısı ilə təmsil edir. Dara üçün Bulqaristan içində təmsilçisini seçmək üçün ayrıca National Final keçirilmişdi. Orada Dara seçildi. Dara üçün də ayrıca bir milli final seçib 3 dənə mahnı ilə və Bangaranga orada qalib gəlib. Keçək mahnıya. Arada nəsələr dinlədim. Mahnı hansısa mahnıya çox oxşuyur başlayır. Bilmirəm hansı mahnıya, amma çox oxşadı riski. Nə düşünürsən? Hələ ki, bu qədər qoyaq. Bəyəndim əslində. Həm də Avroviziya stili deyil axı bu. Nəsə? Avroviziya fanatlarının sevəcəyi mahnı tipi. Mahnı düşünürsən, adamın belə ağzına düşür. Yəni bunu sevməsən belə bütün gün ağzında yəni Bangaranga oxuyacaqsan. Espresso macchiato kimi. Belə maraqlıdır. Səhnəsi orta, amma bu yəni hələ belədir. Amma belə bəyəndim mən. Mənim onsuz da birim bu mahnı hələ ki. Məndə biri olmayacaq bu ehtimal. Birə belə ağlaşma mahnı qoyacaq mən. Həmişə kimi. Qəşəngdir. Bir hərəkətli mahnılarda nəfəs önəmlidir. Səsində sürüşmə kullanılır. Qəşəngdir məncə. Mən o mahnını çox sevirəm. Yəqin ki, Maya qədər bayağı dinləyəcəm. Bu şey olacaq, bu ilin slow-mosu. Çox maraqlı mahnıdır. Mən çox sevdim. Mənim olsa birim də hələ ki bu. Çan kimi yəni birimə qoydum. Finlandiya ilə bunun arasında qaldım, bunu birə qoydum. Finlandiya 2-dir səndə. Mən 2-dir. Mən elə qurmamışam bu filmi, qoy hamısı çıxsın. Mən Avroviziyadan bir gün qabağa qururam. Amma mahnını çox pis vaxtda seçdi. 6 dənə ölkə deyəsən təmsilçi seçildi, o günə saldı. Bu gün ya da ki, dünən seçsəydi məncə daha yaxşı. 5 gün ya da badardı. Məncə kimsə Bulqaristanın çox da baxmıyıb, yəni milli finalına. Amma ÖMT ilə Melodi Festivalına falan baxırdı. Amma belə genel olaraq pis deyil. Pis deyil deyəndə birinciyə qoymusan yəni. Yaxşıdır. Sonra bu arada Bulqaristan mahnısı dəyişəcək, belə qalmayacaq. Bu demo versiyonu. Məncə dəyişsə daha da yaxşı olacaq və rahat. İnşallah rəqs yerini artırmazlar. Onsuz uzundur. Megan daha da qabaqlayar məncə o çıxardı. İlərləyəcək. Məncə top 5-ə çıxar. Biz Bulqaristan mahnısını da bəyəndik. Hər şeyi də bəyəndik. Bir şey də bəyənməyək. Bir şey də bəyənməyək. Növbəti videolarda görüşənədək hələlik.